Yaxşı, bu ay testi düşdü. Hə, deməli, bugünkü dərsdə nəyə baxacaq uşaqlar? Bugünkü dərsdə biz baxacaq. Çevrənin təmini tam bitirməmişdik da. Çevrənin təminində bəzi şeylər əslində düstur olaraq bitirmişdik, amma bəzi ipucular var ki, onlara baxmamışdıq. Məsələn, nə deyə bilər? Bir nöqtədən, bəli, yaxşı, bir nöqtədən, o bir cümləni bitirində, bir nöqtədən çevrənin mərkəzinə qədər məsafə. Belə soruşa bilərlər, çevrənin mərkəzinə qədər məsafə. Hər kəs görür yazını. Necə tapılacaq? Hər hansı bir nöqtədə çevrənin deyəcək mərkəzinə qədər məsafəni tap. Məsələn, bu olsun çevrəmiz, bu olsun çevrəmizin mərkəzi. Mərkəzinin bir koordinatı olur da, məsələn, mərkəzinin koordinatlarını yazıram. Məsələn, x, y. Eləmi? Hər hansı bir nöqtə də buradadır. Məsələn, A nöqtəsindən çevrənin O mərkəzinə qədər məsafəni istəyir, məsələn. A nöqtəsində koordinatı tutaq ki, A-dan B olsun, yaxşı. Bəli, tərsini elədir ki, yox. Deməli, məsələn, bizə bu məsafəni istəyir də, çevrənin mərkəzinə qədər məsafə. O, buranı istəyir. Bu bildiyimiz nədir? İki nöqtə arasındakı məsafədir. Yəni, AO məsafəsi nəyə bərabər olacaq? Kökün altında, Nilay, deyə bilərsənmi? X2, yox, X çıxılsın A. Bəli, çünki X2'miz budur, X1'miz də budur da. Sonrakindən əvvəlkin çıxır da. AO deyəndə O'dan A çıxırsan. O-A desən, A-dan onu çıxırsan da, tərsinə. İndi nədən nəyi? X çıx, A-nın nəyi? Kvadratı. Üstə gəl, Y çıx, B-nin kvadratı. Bu oldu hər hansı bir A nöqtəsindən çevrənin mərkəzinə qədər nə? Məsafə. Bildiyimiz nədir? Bildiyimiz düsturdur bu. Hansı düsturdur? İki nöqtə arasındakı məsafə. Bəli. İndi sualı belə də verə bilər uşaqlar. Nöqtədən çevrəyə ən yaxın məsafə. Bir nöqtədən çevrəyə ən yaxın məsafə. Ən yaxın məsafə. Necə tapılacaq? Çevrəyə, burada nəyə başa düşmək lazımdır? Çevrəyə ən yaxın məsafə deyəndə haran götürürük ki? Hə, sizcə? Məsələn, bu çevrənin mərkəzidir, bu heç. Nöqtə də budur. Necə? Radiusu çıxır. Bəli, radiusu çıxır. Məsələn, bu A nöqtəsidir, bu da O nöqtəsidir, çevrənin mərkəzidir. Çevrəyə ən yaxın məsafə, elə bil ki, çevrənin mərkəzindən keçən bir düzxədir. Bura qədəri nəzərdə tutursaq, baxın. Buranın başqa rəngli, bax. Çevrəyə ən yaxın məsafə bu deməkdir. Daha gətirib bura çəkmirsən, bura çəkmirsən. Çevrəyə ən yaxın məsafə mərkəzdən keçən düz xətdir, o çevrədə dayanan hissəsidir. Bu yaşıl hissədir. Deməli, birinci burada nəyi tapacaqsan? Bayaqki kimi AO-nu tapacaqsan, sonra oradan nəyi çıxacaqsan? Radiusu çıxacaqsan, olacaq nöqtədən çevrəyə ən yaxın məsafə. Məsələn, radiusuna bir dənə R deyək. Ondan burada bir K desək. Bizə hansı məsafə lazımdır? AK lazımdır. Onda AK-nı tapmaq üçün AO-dan nə çıxmaq lazımdır? Daha bir də AO-nun tapılmasını yazmırıq, bayaq yazmışıq. Yəni AO-nu iki nöqtə arasındakı məsafə ilə tapacaqsan, oradan R-i çıxanda nə qalacaq? AK qalacaq. Çevrəyə ən yaxın məsafə. Bəli. Gəl, sən mən görmüşəm. Sağ olun. Deməli, vaxt ona gedir. Deməli, Buna? hə, indi baxırıq. Allah, nədən qalır? Deməli, düz xəttin tənliyi. Bu yeni bir, əslində sizin üçün funksiyada bilənlər üçün yeni bir şey deyil. Xətti funksiya bilirsən uşaqlar nədir? Xətti funksiyanın düsturu necədir? AX topla 1. Bəli. Düz xəttin tənliyi həmin şeydir. Düz xəttin tənliyi, buna aid çox sual var, bax bu başlıqda. Düz xəttin tənliyi. Yəni,
düz xəttin tərini bildiyimiz biraz qarışıq formada yazılır. Məsələn, AX topla BY topla C bərabərdir 0 da yazırlar. İndi biz bunu birisi nə vəziyyətinə gətirməliyik? Düz xəttin tərini necə idi? Y bərabərdir KX topla B. Yəni bildiyimiz həmin şeydir. Buna gətirməliyik. Yəni nəyi tapmalıyıq buradan? Y tapmalıyıq. Y tapmaq üçün Y olanı saxlayırsan solda. Qalanlar aratırsan sağa. AX sağa gedəndə mənfi AX çıxıcı. Hər tərəf nəyə bölməliyəm? B-yə. Çünki Y tapmalıyamağı. Hər tərəf B-yə bölsün. Hamısını B-yə bölsün. Onda nə qalır? Y bərabərdir. Mənfi B-də AX çıx. B-də C. K-mızın yerində nə durur? K-mızın yerində nə durur? Mənfi A böl B. B-mizin yerində nə durur? Mənfi C böl B-də həmin şey alındı. KX topla B düsturudur. Aydındır mı? K-mız da mənfidir, B-miz də mənfidir. K nəyi bildirirdi burada? Kimin yadında qalır? Bucaq əmsalı. Hansı bucağı? Düz xəttin içərisində. Nəylə yaradırdı düz xət? Hansı oxla? Absislə yaratdığı bucağı idi da. Məsələn, buradan bir dənə xəttli funksiya çəkək. Xəttli funksiya çəkək. Hə. Məsələn, buradan bir dənə xəttli funksiya çəkdim, eləmi? Bu Y oxu, bu X oxu. Bucaq. Bucaq hansıdır? Budur. Bu nəyin qiymətidir? K-nın qiymətidir. Bucaq əmsal budur. Absisin sapıdır. K da bərabər nəyə? Tangent sayfaya. Bəli. Bəs bu nəyin qiyməti idi? B-nin. Hansı oxu kəsən? Y oxunu kəsdiyi yer nəyin qiyməti idi? B-nin qiyməti idi. Absislə yaratdığı bucağın qiyməti K-nın qiyməti. İndi bu qrafikdə K müsbətdir yoxsa mənfi? K müsbətdir. Çünki ucları 1-3-dədir və yaxud da 2 bucaq yaradır. Belə. Bəs Firidun, B mənfidir, müsbətdir bu qrafikdə. Sakit yox. Nuray, B mənfidir, müsbət. Niyə görə? Çünki Y oxunu aşağıda kəsib, ona görə. Y kəsdiyi yerə həmişə B deyirik, Firidun. Burada da Y mənfi tərəfdə kəsib, ya B-miz necədir? Mənfidir. Bəli. Bu düz xəttin nə idi? Təmliyidir. Bəli. Burada da KB haqqında məlumatımız var. Sadəcə düz xətlərin qarşılıqlı vəziyyəti haqqında bəzi şeylər deyəcəyik. Düz xətlər nə zaman paralel olur uşaqlar? Əgər K1 bərabərdir K2, B1 fərqlidir B2 olarsa, düz xətlər necə olacaq? Paralel olacaq. Düz xətlər paralel olur. Paralel olur. Düz xətlər paralel olur. Məsələn, tutaq ki, burada yaxşı, yenə sağlamın, yaxşı. Nədir, sağlamın. Deməli, buradan 2 dənə düz xət çəkdim, gördünüz mü? Paralel oxşayırlar, elə deyilmi? Bunların K'ları, bunun K'sı budur, bunun da K'sı budur. Necədirlər? Bərabər, eləmi? Və ya da K'lar müsbətdir və bucaqları necədir? K'ları eynidir. Amma B'ləri necədir? Fərqlidir. Biri yuxarıda, biri aşağıda. Hər ikisi müsbət də ola bilər, hər ikisi mənfi də ola bilər. Aydındır mı? Əsl aralı olsunlar da, paralel olmaları üçün bir-birindən aralı yerləşməlidirlər. Deməli, düz xətlərin paralel olmaları üçün K'ları necə olmalıdır? Bərabər B-ləri fərqli olmalıdır. Sadəcə işarətlə bərabər olmalıdır. Necə? Sadəcə işarətlə bərabər olmalıdır. K'lar qiymətcə. Bucaqlar eyni də, bu qiyməti də eyni olmalıdır. Məsələn, tutaq ki, yazıram ki, birinciyə yazıram ki, Y bərabərdir 3x topla 2. İkinciyə yazıram ki, Y bərabərdir 3x çıx 3. Məsələn. Bildinizmi? Bax, məsələn, 3x topla 2, bunun qrafiki, birincinin. Müsbətdir 2. Görürsən, B-si 2-dir. Bura düşür. Bura düşür. Süleyman təzə görürlər. Baxın, baxın. 3x çıx 3-də, ikincinin qrafiki də çıx 3. Mənfi 3, B-si. Amma ikisinin də K-sı necədir? 3-dür.
Yəni bərabərlər. Bucaqlar eyni olmalıdır da. Deməli. Sonra uşaqlar. İndi bunları bir də nə vəziyyəti var idi bunların? Kəsişmə vəziyyəti. İkinci hal. Əgər kəsişmələr üçün K-ların fərqli olması yetər, bəs edir. K1 fərqlidir K2 olarsa, B istəyir bərabər olsun, istəyir fərqli olsun, istəyir olmasın. Bəli. K1 fərqlidir K2 olarsa, düz xətlər nə edəcək? Kəsişəcək. Düz xətlər kəsişir. Bəli. Məsələn, tutaq ki, adi bir dənə düz xətti belə çəkirəm, bir dənə düz xətti məsələn belə çəkirəm. Bəli. Bunlar burada nə edilər? Kəsişdilər. Bəli. İndi biz bucaqlarını görə bilməyəcək, biraz aralı kəsişdirək. Məsələn, tutaq ki, belə çəkdim. Məsələn, bunun K-sı budur, eləmi? K-sı, məsələn, görürsünüz, 2 bucaqdır. Bunun K-sı isə fərqlidir. 100% gedib bir-birini burada kəsişirlər yəni. K-ların deməli, fərqli olması bəs edir. K-ların fərqli olması kəsişmələr üçün bəs edir. Bir də bunların perpendikulyarlıq şərti də var idi. Bəli, funksiyada demişim bunları. Deməli, əgər K-larının hasili danışma ki, fikir burada olsun da, sənə qulaq alsın, yoxsa mənə. Əgər K1 və K2 mənfi 1 olarsa, dözə bilmir, danışma. K-ların hasili mənfi 1 olarsa, düz xətlər necə olacaq? Perpendikulyar. Düz xətlər perpendikulyar olur. Perpendikulyar olur. Yəni, məsələn, deyirəm ki, tutaq ki, y bərabərdir 4x üstəgəl 1. Bir də deyirəm, y bərabərdir mənfi 4-1x topla 3. Bəli. Birincinin K-sı neçədir? İkincinin K-sı mənfi 4-1. Buranda nə eləyir? Mənfi. Təxmini bunların qrafikini çəksək. Təxmini qrafik çəksək burada. Baxaq. Məsələn, bunun B-si nədir? 1. 1-dən keçəcək. Müsbət 1-dən. Bunun B-si nədir? 3. Buradan keçəcək. Deməli, bunun K-sı neçədir? Müsbətdir. B-si 1 olanın. Belə gedəcək, belə deyilmi? Bu formada. K-sı necədir? Daha doğrusu B-si müsbətdir axı. Və yaxud K-sı da müsbətdir. Bir üstdən keçəcək bu formada. Belə. O birisinin K-sı nədir? Mənfidir. B-si də üstü. Təxmini olaraq formada gedəcək. Və bunlar neçə dərəcə ilə kəsişəcəklər? 90 dərəcə ilə kəsişəcəklər. K-ların hasili nə olduğu üçün? Mənfi 1 olduğu üçün. Bəli. Diqqətli saxlamalısınız. Sonra paralel dedik, perpendikulyar dedik, kəsişmən dedik. Üst-üstə düşmə olanda hamısı necə olur? K-lar da, B-lər də necə olur? Məntiqlə düşündə eyni olmalıdır. Bəli, K-lar da, B-lər də eyni olmalıdır ki, üst-üstə düşsünlər. Yəni, əgər K1 bərabərdir K2, həmçinin B1 bərabərdir B2 olarsa, K-lar da, B-lər də bərabər olarsa, onda düz xətlər üst-üstə düşür. Düz xətlər üst-üstə düşür. Belə. Yəni, eyni funksiyadan söhbət gedəcək də. Hər şey eyni. Məsələn, deyirəm, y bərabərdir 3x çıx 2, deyirəm, y bərabərdir 3x çıx 2. Yəni, eyni funksiyadan. Və yaxud da deyə bilər ki, y bərabərdir m çıx 1x topla 3. Bir də deyə bilər y bərabərdir 4x topla tapçı c üstəgəl 1 məsələn. Deyə bilər ki, bunlar üst-üstə düşürsə, bu işdə nə edirsə? Üst-üstə düşərsə, üstə düşürsə, M-lə C-nin qiymətini tap. Üst-üstə düşəndə nə baş verir? K-lar da, B-lər də bərabər olur. Birincinin K-sı nədir?
İkinci kalsın nədir? Onda M0-i nə bərabər yazsın? 4'e M nə bərabərdir? 5'e tapılır. Deməli. Sonra B'lər deyin olmalı. Birincinin B'si nədir? 3. İkincinin B'si C üstə gəldir. Onda C nə bərabərdir? 2. Daha səsini çıxarmır. Danışda nə oldu? Hə, qorxucu səhv deyil. Belə, səhv deyil, yox. Uzaq başı. Belə, düz səhvlər haqqında bunlar deyəm. İndi baxaq, görürük burada düz səhvdə aid nəsə verirlərmi? Kimin kitabına baxıram? Onun da bizdə 3 kitabdır. Niyə 3 kitabdır? Bizdəmə. Hə, məsələn, burada məsələn, koordinatlara aid, düz xəttə aid. Məsələn, düz xəttin qrafikində soruşur, ha, bax burada. Ona da diqqət eləməlisiniz. Deyim də 144, 145 bu şeyləri asırsınız. Deməli. Hə, bax, düz xəttin paralelliyinə aid sual var. Mesela. Sen neysin? Çevrem terminal Ha, mesela uşaqlar, burada var. 92-ci suala baxırıq. Sual 92. Sual 92, bax. Kodda da var. Səhifə 147-də. 92-ci suala baxacaq. Şəkil də verir, düz xəttlər çəkir. L1 düz xətti qablik formada absis ordinat çəkiblər. Absis ordinat çəkiblər. Baxa görək nə deyirlər, nə soruşurlar, siz də baxın. Burada bir dənə L1 çəkiblər. Eyni yerdə kəsiblər, görürsünüz. Nələri eynidir bunların? B'ləri, bir-biri kəsdiyi nöqtələr eynidir, B'ləri eynidir. K'ları eynidirmi? Xeyr. Bəli. Bu L1 düz xəttidir uşaqlar. Bunu L1-lə işarə edirlər, bunu L2 düz xətlə işarə edirlər. Deyir ki, bu ordinat oxumuzdur, bu absis oxumuzdur, məlumdur. Deyir L1 absis oxunun müsbət istiqaməti 60 dərəcə bucaq yaradır. Hara yazacam 60-ı? Bura. Deyir L1 absis oxu ilə 60 dərəcəli bucaq. Bu nəyin qiymətidir? K'nın. Nəyə bərabərdir K? Tangens alfaya. Bəli. Ona görə tangens alfanı bilməlisiniz məsələn. Sonra deyir ki, L2 absis oxunun müsbət istiqaməti 150 dərəcə bucaq yaradır. Bura nədir? 150 dərəcədir. Bunu da verib. Deyir ki, bu düz xətlərin bucaq əmsalları K1 və K2 olarsa, K1 böl K2-ni tap, heç nə. Tangens 60-dan tangens 150-ni tapacaqsan. Qiymətini. Deyir K1 böl K2-ni tap. İndi gəlin birinci bunları hesablayaq. K1 bərabərdir tangens nəyə? Tangens 60 dərəcəyə. K1 onda bərabər tangens 60-dan neçə alır? Cədvəldə var Nilay deyir. Hə. Tangens 60-dan sonra kökü çalır. Nə alır? Kökdə 3. Məsələn, bunun qiyməti hazırdır. Aydındırmı? Sonra gəldi K2 nəyə bərabərdir bəs? Tangens 150 dərəcəyə. 150 hansı rübdür? Ya da heç 150-yə baxmırsan da, L2-nin K-sı müsbətdir, mənfi. Mənfi. 2-4-dən keçsin. Deməli, bu necə olacaq? Mənfi olacaq. Aydındırmı? Belə olanda, 90 keçən dərəcə olanda, 180-ə tamamlayanını götürürsən. Amma işarəsini də özün təyin edəcəksən də. İşarəsini də bilməlisən də sən artıq. İtidirsə, ya da 1-3-dədirsə müsbətdir, 2-4-dədirsə mənfidir. İndi K2 mənfidir, müsbət? Mənfi. 180 tamamlayan nədir? 30. Yəni tangens 30. Tangens 30-da da kök 3 böl 3 alır. 60-da kök 3. Tangens 30-dan alır. Mənfi kök 3 böl 3. Bu da K2-nin qiyməti. Gətir bir-birinə nə etməli lazımdır? Bölmək. K1 yerine nə yazacaqsan? Kök 3 bölünsün, nə? Mənfi kök 3 bölü 3. Böləndə nə edirlər? Birinci olduğu ki var. Hal aldımsa, bu da olsun mənfi 3 böl kök 3 nələr gedir? Köklər də gedir, nə qalır? Mənfi 3. Müəllimə sizə nə dedi? Mənfi 3.
Belə. Kimi? Məsələn 105-ə baxırıq uşaqlar. 105-ci sual. Hə. 105 Olsun. 105-ci sual. Buradan 105-ə baxırıq. 105. Qeyd edirsiniz sizlər. Sual 105. Bax, yenə düz xəttə aiddir. M 3-2 nöqtəsindən keçir. Radan. Bunlar nə qiymətlərdir? X-dan Y. Bəli. Və bu nöqtədən keçən absis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq yaradır. Nəyin qiymətidir? Absislə 135 dərəcə bucaq yaradırsa nəyin qiymətidir? K bərabər nəyə? 135 yox, tangent 135 dərəcə. Bunda verib. Bəli. Sonra deyir ki, düz xəttin tənliyi yaz, seçinə. Düz xəttin tənliyi necə olur? Düz xəttin tənliyi necədir? Ona bax deyil x çıxanın kvadratı. Getdi onlar. Kx topla b də düz xəttin. Düz xətt tənliyi burada, kx topla b. Kvadrata doğru getirir. Heç nə. İndi 180-ə tamamlayan nədir? 45. Mənfidir müsbət. Niyə görə mənfidir? Çünki kör yaradır. Kör bucaq olanda k necə olur? Və sonra oynayasın bağlar. Yığacam bir dəqiqə bütün uşaqlardan. Deməli, ikinci nədir? Kör bucaqdırsa k necədir? Mənfidir. Deməli, k bərabərdir mənfi. 180 tamamlayan nədir? 45-dən nə alır? 1 də bunları daha öyrənin. İnşallah növbət dərsi. K bərabər mənfi 1. Vəssalam. İndi k-nın yerinə yazacam. X-in yerinə? 3. Y-in yerinə? 2 bərabərdir. K. Vur. 3. Üstə gəl 1. Mənfisi də atırsan bura. 5 bərabər B-yə. B-ni də tapdım. Onun düz xəttin tənliyi belə olacaq. K nədir? Mənfi 1x. Üstə gəl 5-dir. Mənfi x topla 5 oldu. Düz xəttimizin nəyi? Tənliyidir. Bəs onları K-mız var idi, bir də B-miz yox idi. B-ni də tapmaq üçün X-i Y-i qoydum yerinə, bir də K-nı qoydum yerinə. B-ni tapdım ki, düz xəttin tənliyi belə qurmalaşdıraq. Bəli. İndi bu tangensin qiymətlərini siz 30, 60, 45-i bilsəz bəsdir. Çünki qalanı 180 tamamlayandan tapırsınız. 30, 60, 45-i necə tapacaqsınız? Düz bucaqda keçmişik. Bura baxın. Bax, bura bir dənə yazıram məsələn. Alfa yazıram. Burada bir beta yazıram. Bura A, bura B, burada C. Biz demişik ki, iki bucağın tangensi, yəni məsələn tangens alfanın tapanı nəyə bölürük? Qarşını bitişiyə. Qarşı katet bölünsün nə? Bitişik katet. Bitişik katet. Bəli. Bunu ölçmən bilməlisən sən. İndi alfanın qarşısı nədir? A, bitişik nədir? B, sür. İndi desəm tangens beta nəyə bərabər? Nəyə nisbətlə? B-nin aya nisbətlə. Bitdi də. Tangens B-də tapacaqsan. İndi məsələn, biz dərəcələrə baxaq. Məsələn, 1. Tutaq ki, deyirəm ki, bura 30 dərəcədir. Bura neçə dərəcə olacaq? 60 dərəcə. Deyirəm 30-un qabağına bir dənə x deyirəm. Onda petomuz nə qədər olacaq? 2x. 60-ın qabağına qədər olacaq? X kök 3. Şurada. İndi tangens nəyə nisbəti idi? Məsələn, mən tangens 30-u tapmaq istəyirəm. Tangens demişə, bunu bilməlisən də bir dənə. Nəyə bölürük? Qarşı böl bitişik. Qarşı nədir? Gördük yadımdan çıxıb 30-60 çək tap da. 30-un qarşısı x-dir. Bitişik nədir? X kök 3. Nələr gedir? Üstədir nə qalır? 1 böl kök 3. Tangens 30-un qiyməti nədir? 1 böl kök 3. Hə, sən irrasiondan azad eləsən kök 3 bölür. Eyni şeydir. 1 böl kök 3, kök 3 bölür. Eyni şeydir. İndi deyirəm tangens 30 nədir? 60. Tangensdə nəyə bölürük? X kök 3 bölü x. Tangensdə nəyə bölürük? Qarşını bitişə. 60-ın qarşısı nədir? X kök 3 bölü x. X-də gedir nə qalır? Kök 3. Vəssalam. Yox, sənin fikrin gedir cədvəldən əzbərləmək üçün problem yox. Ged əzbərlə. Yox, əzbərləmək istəmirsən bu formada tap.
İndi gəlirik 30'u 60'ı yazdım, bir dənə qaldı? 45 qaldı. Yenə bir dənə düzbucalı uzaq çəkirəm. Bura 45 isə, bəs bura neçə dərəcədir? 45. Bura x isə, bura nədir? X kök 2. Yok, Kök 2 değil. X. Aa o kök 5 oldu. X kök. X. X də olur. Bərabər yanlıq görürsən. X isə x də bərabər yanlıqdır. Bura nə olur? X kök 2. İndi tangens 45'i tapmaq istəyirəm. Tangensə nəyi nəyə bölürdük? Qarşını bitişə. 45'in qarşısı nədir? Bitişi nədir? X bölü x nə idi? 1. Ona görə deyirik ki, tangens 45 həmişə nə alır? 1 alır. 30'da 1 bölü kök 3, 60'da kök 3. Bunu da dedim ki, qavamıza çıxanı da bu formada öyrənin. Belə. Əzbər istəməyənlər belə tapsın. Yox, əzbərləmək istəyənlər daha əzbərləsin. Mən neyim olur? Öz istəkləri. Bu formada. Sonra aşağı. Bir də burada bəzi əslində funksiya demişik. Deməli, düz xətlər kəsişirsə və ya fərqi yox da funksiyalar kəsişirsə, burada daha çox düz xətlərdən söhbət gedir. Düz xətlər kəsişəndə bir-birinə necə olurlar? Düz xətlər kəsişəndə bir-birinə bərabər olurlar da. Bir-birinə bərabər et. Bərabər et. Kəsişirlərsə eyni qiymət alırlar. Məsələn, bayağı gördünüz mü? Burada iki düz xətlər neynəmişdi? Kəsişmişdi burada. B'lər necə idi? Eyni idi. Yəni y-ləri eyni idi. Qiymətləri bərabərdir. Kəsişəndə eyni qiymət alırlar. Və yaxud da uşaqlar. Bax ki, nöqtə absisin üzərindədirsə, nə baş verir? Nöqtə, bəli, absisin yəni nəyin? X-in da, absisin üzərində olarsa, nəyi sıfır götürəcəksən? Y-i, yəni ordinatı sıfır olur. Bəli. Və yaxud da nöqtə nəyin üzərindədirsə, ordinatın. Nöqtə ordinatın, yəni y-in üzərində olarsa, deməli, sağlam o. X-i, yəni absisi necə olur uşaqlar? Sıfır olur. Sıfır olur. Məsələn, necə yəni? Bax ki, bu koordinat müstəvimizdir. Mən burada bir nöqtə götürürəm, məsələn, A nöqtəsi. Bunun x-i var uşaqlar? Var. Çünki müsbət neçəsə x-idir, bax. Amma y var mı? Bu nöqtənin y-i bura gəldi, sıfıra. Y yoxdur, ona görə. Məsələn, bunun koordinatları tutaq ki, 3 nə? 0 deyəcəksən. Məsələn, nöqtə buradadır. Tutaq ki, burada olsun. B nöqtəsi var. Y mənfi neçədirsə. Amma x-i 0-dır da. Sonra deyəcək 0 ilə mənfi məsələn 3 formada. Aydındırmı? Belə. Bəli. Nöqtə absis və ordinatın kəsişmə nöqtəsindədirsə, ikisi də 0-dır. Yəni nöqtə koordinat başlanğıcıdırsa, bunun x də 0-dır, y də 0-dır. 0, 0. Yəni bunlarda deyilirsiniz. Yəni bu belə. Hə. İndi gözdən qaçan bir şeylər. Burada məsələn bəzi şeylər, məsələn, əvvəlki mövzularla da bağlıdır. Məsələn, paralelogramın diaqonalları kəsişəndə necə bölünürlər? Yarı bölünürlər. Orta nöqtənin koordinatı ilə tapanda, məsələn, o ağlınıza gəlməlidir. Sonra, məsələn, koordinat başlanğıcı ilə... Koordinat başlanğıcı nə deməkdir? X də 0, y də 0. Ona aid bax, sual var burada. Sonra... Çevrənin ən uzaq iki nöqtəsinin koordinatları budursa, çevrənin təminini yazır. Məsələn, gözümə sataşdı. 143-cü sual. Çevrənin təminini aid. 143-cü sual. Deyir uşaqlar, ətraflı yazı suallardandır. Deyir, çevrənin ən uzaq iki nöqtəsinin koordinatları. Bir dənə çəkirik çevrə. Güzel. Çevrənin, bəli, ən uzaq nöqtəsi bura olsun, ha? Bir ən uzaqda bura olsun. Bunlar birləşən nə olmalıdır?
Diametr orada. Çevrənin ən uzaq nöqtələrindən keçən düz xətt onun nəyə sayılır? Diametr sayılır. Diametr tam hardan keçir? Mərkəzdən, o da onun ən uzaq nöqtələrini birləşdirir. Onda bu çevrə nə idi? Mərkəzdir. Bax, koordinatları verib, deyir ki, A-nın koordinatı, şimdi alıyorum? 3 ilə mənfi 2-dir. Bura bax. B-nin koordinatı mənfi 5 ilə 4-dür. Burada B nöqtəsi olsun. Mənfi 5 ilə 4-dür. İndi qulaq as. Biz mərkəzin koordinatlarını tapa bilərik. Necə taparıq? Bəli, məntiq düz işləyir, bəli. Bilməlisiniz ki, bu diametrin arasıdır bu. Ortası. Onda biz orta nöqtənin tapanı nə edirdik? Toplam işə bölürük. Məsələn, bunun x-i nədir? 3. Bunun x-i nədir? X 3 ilə mənfi 5 toplayanda, mənfi 2-ni 2-yə böləndə, bunun x-i mənfi 1. Bunun y-i? Mənfi 2, bunun y-i? 4. Mənfi 2 ilə 4 toplayanda, 2-ni 2-yə böləndə, 1. Mərkəzin koordinatları nə oldu? 1. Bəli. Belə, bu şəkildə. İndi biz çevrənin tənini qurmaq üçün nə lazımdır bizə? Mərkəzinin koordinatları lazımdır. Bir də radiusu, vəssalam. X, y olduğu üçün qalır da. Çevrənin tənliyi necə idi? X çıx A-nın üstəcə Y çıx B-nin bərabərdir. AB burada nədir? Mərkəzin koordinatı. Hazırda tapmışıq. Bir dənə nəyi tapmaq qalır? Bu da nə idi? Yerdir da. Yer necə tapacaqsan? 2 nöqtə arasındakı məsafə ilə. Bu da budur da 2 nöqtə. Ya bununla bunu tap, ya bununla. Fərqi yox. İndi bura O desəm, gəlin radiusu tapaq. Qulaq. A-O nəyə bərabərdir? Arxa bura bax. X2 çıx, X1. Mənfi 1 çıx 3. Bunun nəyi? Üstə gəl. Y2 çıx. 1 çıx. 1 çıx nə? Mənfi 2 nəyi? Ümumi o bir şey kvadratı. İndi A-O bərabərdir. Kökün altında mənfi 4-ün kvadratı 16. Üstə gəl. 9. A-O bərabərdir. Nəyə uşaqlar? Kök 25, o da 4 üstə gəl 3 nə idi? Ayrı kök çıxar. Ayrı, heç olmaz. 5. Radius nə qədər oldu? Radius 5 oldu. İndi qulaq. Çevrənin tənini gəlib vurursan. X çıx A. A nədir? Yox bu. Mərkəzin kodu. Nə olacaq? X topla 1. Nəyi? Kvadrat. Üstə gəl. Y çıx B. Y çıx nə? 1. Nəyi? Kvadratı. Bərabər R-in kvadratı. 25. Bu oldu sualımızın cavabı. Çevrənin təmini oldu. Bu. Hə. Bu belə. Çevrənin təmini aid 143-cü sual. Sonra. Sen yemirsen kimi öğretemem sen de. Ürək yanır. Deməli, məsələn tutaq ki, 149-un suala da baxın. Üç bucaqla bağlıdır. Görək orada nə verib, nəyə soruşur. 149-cu sual. Deməli, belə bir üç bucaq çəkib. Bu şey değil mi? Baxarıq. Baxarıq, çəpində yox, bu gözün. Deməli, A, B, S. Deyir ki, A, B, S düz bucaqlı, üç bucaqlı bucaq və 90-da. Bura neymiş? 90 imiş, düz bucaqlı, üç bucaqlı, qulaq as. İndi deyir ki, A-y ilə B-y bərabərdir. A-y ilə B-y bərabərdirsə, onda bu nə sayılır burada? A-y ilə B-y bərabərdirsə. Mediandır. A-y ilə B-y bərabərdirsə, bu xətt nədir? S-y mediandır. Sonra da deyir ki, BF ilə CF də bərabərdir. Buradan da belə bir düz xətt çəkib. Bura ilə də bura bərabərdir. Onda bu da nədir? Bu nə sayılır? Nüvə mərkəzi. Ağırlıq mərkəzi, də. Ağırlıq mərkəzi, eləmi? Atom mərkəzi. Deməli, AD də bərabərdir DC-yə. Uşaqlar, bunlar da bərabər verirsə, deməli, buradan çəksəm o da nə olacaq? Median olacaq da. Buradan da bir düz xətt çəksəm median olacaq, eləmi?
Burası başa düşdünüz? Hə. Şəkil aydın oldu mu? Hə. Kəsişmə nöqtəsində də M yazıb bura. Ağırlıq mərkəzi yəni M-dir. Şu. İndi nə deyir bizə? Deyir M-in koordinatları 7 ilə 4-dür. Buranın koordinatı nədir? 7 ilə 4 özü verir. Sonra D də 3 ilə 1-dir. Bunun da koordinatı 3 ilə 1-dir. Bizə deyir ki, AC tərəfinin uzunluğunu tap. AC də nəyimizdir bizim? Hipotenuzumuz. AC nəyimiz? Hipotenuzdur. Bura 90-dır. AC nədir? Hipotenuz. İndi uşaqlar burada. Buranın koordinatı, sən iki dənə koordinat görürsən. Nələrin koordinatını görürsən? Evdən D-ni də, elə deyil. Başqa koordinat görürsən. Onları neynirsən? İki nöqtə arasındakı məsafə ilə. 3-7. Hə. Deməli, buradan bura bir dənə düz xətt çək. Yox, çək. Başqa rəng. Deməli, uşaqlar, iki nöqtəni görürsən də ağlığa gəlməli də, indi normal işləyir maşallah hamımızın beynizi. Bunları birləşdirirsən ki, nəyi tapım? Nə məsafəsini? MD-ni. İki nöqtə arasındakı məsafə ilə, eləmir o ya? MD bərabərdir. Kökün altında. Deyin. 7 çox. Niyə? MD deyirəm axı. 3 çıx 7-nin. Düzdür, çox vaxt fərq edir, amma biraz. Üstə gəl. 1 çox 4-ün kvadratı. 1 çıx 4-ün kvadratı. O da bərabərdir. 1'in yoxsa 1 üstə gəlsin. 3 çıxlar gəldi, hə. 3 çıx Nə istəyirəm? Zülmü sayılır. Hə. Çox iyi. Ay şey. Aferin, diqqət. Şu an diqqət görsün burada. Deməli. İndi neçəyə edir bu? 4-ün kvadratı 16. Üstə gəl. 25. Onda MD nə qədər oldu? 5. 5. Hə, gəldi burada üçbucağın qaydasını bilməyən şagirdlərimiz. İndi bunu da birləşdim. İndi BD nədir burada? BD. Median. Median. Medianlar necə bölünür? Rəvandır. 2-in 1-ə. 2-nin 1-ə. Bəli. İndi bura 5 isə bura nə qədər olacaq? 10. Onda BD nə qədər oldu? 15. İndi gəlin növbəti qaydaya. Düzbucaqlı üçbucaqda Musa. Hipotenuza çəkilən medianı biliriksə, hipotenuz nə qədər olur? Həm mənim hepsizdə çəkən median hündürlüyü Yarısı. İndirim qolmud. hündürlüyü 2 misli. İki misli değil. Yəni Hündürlüyü vurun mənim hepsizdə çəkən Gözdə sən getdi. Başqa yerə apardın. Hündürlüğü mesela 5 ise hipotenuzda 10. Hündürlüyü nədir? Hündürlüğü... Median 15'dir məsələn. Ha. Hipotenuza nə qədər olacaq? 30. 30. Bu ancaq düzbucaqlı üçbucağa aiddir. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median bunu qanun dəfələrlə sınağa da düşür. Düzbucaqlı üçbucaqda bəli, yox, mən qulağımın sonunda olur. Realın cavabını verir, realın cavabını verir. Şam repartdan. Deməli, düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median həmişə hipotenuzun nə idi? Yarısıdır. Onda median 15 isə hipotenuzda nə qədər olacaq? AC nə qədər olacaq? 30. Biz bunu istəyirdik də, başqa üçün. Aydındır mı? Belə. Mənim görürsünüz. Neynədir? Görürsünüz. Mən silməyəm daşı. Məntiq arasında çayın qısa masafı. Burada belə bir şey də verib. 146. Musa yaza bilər. Bəli, yenə də yazmasın. 146. Sən Musa'dan ne istəyir? 146. Bəlkə yazasınız sizdə. Nə olar? Günah olmaz. 146. Nümunə. Deyək ki, N parametrin hansı qiymətində? A. 2n topla 3. 3n çıx 4. Bunlar nəyin qiymətləridir? X, Y. X-dan Y-in. Deməli, bu X-dir, bu da Y-dir. Bəli. Qulaq asın. Deməli. Deyir ki, bu nöqtə x kvadrat topla y kvadrat çıx 4nx çıx 6ny topla 13n kvadratı bərabər 25 çevrəsinə aiddir. Və bu nöqtə bu çevrəyə aiddir nə deməkdir? Nöqtə çevrənin üzərindədir da. X-i gətir nəyin yerinə qoyarsan? X-in, y-i də y-in yerinə qoyub işinə.
Musa qalqa. Yazmaq istəyir amma. Kim? Sen azalıyor. Təras yox. Gəl. Hətta sən neyirsən ki? İkisini yerine qoyacam. İki üstü. Aslında bunu belki belə eləyək. Bir dənə Ortaklı. başqa formada da işləyə bilərik. Yox, müxtəsərə gətirib sonra yerinə də qoya bilərik. Həm sən. Yerine Asandır. koysak sonra. Məsələn belə gör belə alınırsa gəlin beləlik, alınmasa yerinə qoyarıq birbaşa. Gördün alınmır ümumiyyətlə çox var. Yerinə qoydu. X-i bunu nəyə yerə qoyarsan? Harda X gördün onun yerinə qoyarsan. Bunu da Y. harda gördün ondan sonra alıp tapacaqsan kvadrat fəniyyə. Amma gəlin bir dənə X-lara yanaşı yazaq. Çıx 4nx üstə gəl. Y kvadrat 6ny topla nə? 13 kvadrat. Yox bu uzanır. Müxtəsər Sıra məsələ. rahat olmayacaq. X də X yerine koyuram. 2 2 topla 3'ün kvadratı üste gel. 2 3'ün çık 4'ün kvadratı çık 4'ün vur x yani ne? 2'ün üste gel 3. Çıksın 6'ın vur. 3'ün çık 4 topla ne? 13'ün kvadratı beraber 25. Şu muhtemelen açırıq. 2 kvadratı. Neyle göz hesaplayırsan? 4'ün kvadratı. 4'ün kvadratı da. Üste Üste gel. 12. 12 abi 12 üste gel 9. Üste gelsin. 10 kvadratı. 9'ün kvadratı çık. 12, 24. 24'ün Üste gel 16. 16. Muhtasar maçda açıq beyin kvadratı. Sonra bunu buna vuranda Sıfır. biraz yavaş 8'in kvadratı. Kvadratı. 12. Süleyman qonşular. Sonra 12'in Çıkılsın 6. Çıkılsın. Kvadratı. üstəcəl neydi? 24. 4'tür. Gelsin ben yani. Üstəcəl 24'in üstəcəl 13'in kvadratı bərabər 25'in sadələşdiririk. Bax n kvadrat, n kvadrat, n kvadrat, n kvadrat, n kvadrat. 4 topla 9. 13 çıx 8. 5 çıx 18. Mənfi 13'dan müsbət 13. Hamısı neynədir? Getdi da. Bayaqdan belə edirik. Bu nə? Orada sadələşdir. Bunlar getdi. İndi n olanlara baxırsan. Burada n var, burada n var, burada n var, n var. Gözündən alır. Hamısı gelir. 13'in çıx 24'e. Ya da mənfi 24'e, müsbət 24'e, 12'in 12 hamısı getdi. 9'dan 16, 25 kaldı. İndi nə oldu? Nə qaldı indi? 25 beraber 25 bərabərdir. 20. Neçə oldu? 25. Belə bir bərabərlik gördünsə, deməli n-in bütün qiymətlərində bu ödəyəcək. Cavab nə olur? N-in bütün qiymətləri. Aydındırmı? Daha yeni tapmağa ehtiyac olmadı da. Yox, məsələn, bura qulaq asın. Əgər axırda bu tənliyə də aiddir, şərt çevrəyə aiddir. Məsələn, tutaq ki, bir tənli işləyirsə, axırda bütün hərflər getdi, düz bərabərlik alındı da. Onda deyirsən ki, məsələn, x-dırsa, n-dirsə, dəyişən nədirsə da, n istənilən qiymətidir. Yox, əgər məsələn almışsan ki, 25 bərabərdir, məsələn, 16. Düz bərabərlikdir. Deyirsən, n-in heç bir qiymətində. O demək ki, bu düzgün bərabərlik deyil. Başa, boş soxla yazacaqsan, n-in heç bir qiymətində. Amma yox, düzgün bir şey almışsansa, nə olur o? N-in bəli, bütün qiymətlərini, istənilən qiymətlərində. N-in bütün qiymətlərində. Bu olur bizim cavabımız. Hə, indi məsələn şəkildə indi trapesiya ilə, paralelogramla da bağlı suallar var burada. Eğer bu sual olarak verirse cevabı necə? Bəli, elə. Bütün qiymətləri. Elə, onsuz da bu şeydir da, ətraflıdır. Ha, yazılıb Elə, orada. forma. Necə? Yazılıb cavablarda en bütün qiymətlər. Hə, yəni bu tənlidə də qabağımıza çıxa bilər. Şərt deyil bu bölmədə. Tənliyi tutaq ki, hər illərdən aldığın belə bir şey. Düzgün bərabərlik almışsansa, sağ sol bərabərlik yazacaqsan ki, x-in bütün qiymətindən, nə bilim, a-nın bütün qiymətindən. Bəli. Amma yox, doğru olmayan bir bərabərlik almışsansa, yazacaqsan boş olur, heç bir qiymətində. Gəldik, məsələn, burada figurlara aid bir işləyək. Məsələn, 127-yə baxın, trapesiya ilə bağlı. 127. 127. Suala bax. 127. Bu da paralel köçürmə görürüz.
məndə də. Hə, 127-yə baxır uşaqlar. Belə bir trapesiya çəkib. Niyə yazmırsan ki? Daha mən nə yazıram bunu? Sən də boş yazdı, mənimlə beraber. Trapesiya çəkib, belə bir şey. Koordinat oxları. Bu, gəlib bu təpədən keçir. Belə absis tam bunun oturacağıdır uşaqlar. Bu absis oxudu. Bu da hər şey bəlli. Hə. Bu da ordinat oxudu. Y oxu, X oxu, bu da koordinat başlanğıcıdır. Bizə nəsə verir burada. Trapesiya x soxulsun. Bu o buradır. 0-0. Bilirsiniz da. Nədir bura? Koordinat başlanğıcıdır. Sonra deyir ki A2K'dır. Bu A təpəsidir. Bunun koordinatları 2 ilə K'dır. 2 ilə qiymətidir. X'in K da Y-in. B'yə 8 ilə K verir. B təpəsinin koordinatları 8 ilə K'dır. X nədir? 8, Y də yenə K'dır. İkisi də eynidir. Xətt üzərində baxın. Y-lər eyni olsun da. Burada D verir 10 ilə 0. 0 nəyin qiymətidir? Niyə görə 0'dır? Çünki apsin üstündə, buna görə. Apsin üstündədirsə Y 0 olur. Bəli. İndi bizə başqa nə verib? P-yə də orta xəttdir. Orta xətt nə edir? yarıya bölüyor. Tərəfi yarıya bölür, həm də oturacaqların cəminin yarısıdır. Bəli. Mən tapdım. P, Y. Bu tərəfin nə edir? Yarıya. Yarıya bölür. Yəni BD-nin nə idi bura? Ortadsa nə edir? Toplu ikiye Topu bölüyor. 2'ye böləcək. Amma indi qulaq asın da. Biz kan tapmalıyız. Bir dənə gözləyin. Hə, Kaan tapmalı yox. Başqa nəsə verib? 2 kvadratlar varsa, Biz ne kadar tapmışsın? orta xəttin uzunluğunu istəyir. İndi belə eləyə bilərik. Qulaq as. Buradan bura nə qədərdir? 10. Oturacağı bölüdür, böyük oturacağı 10'dur. İndi bax. Buradan aşağı bir dənə bir şey indirirəm. Bax, bunun nəyin bilirik? Buradan bura nə qədərdir? Buradan bura 2'dir da, görürsünüz. A nöqtəsinin ikisi nədir? Özü yazı 2'dir. Buradan bura nə qədərdir? 2'dir. Bəs buradan bura nə qədərdir? Buradan bura 8'dir da. Çünki bunun ikisi 8'dir axı. Bu nöqtə buradan bura 8'dir. 10 bütövdür da. Biz onu biraz aşağıda yazırıq. 10 buradır ümumi. Ümumi bura nə qədər uşaqlar? 10. 8 də buradan burası. Bura nə qalır? 6. Onda bura nə qalır? Burada 2. Çünki ümumi 10'da axı. Bərabər yanlı trapesiyadır. Çünki bu hissələr bərabərsə, demə bu necə trapesiyadır? Bərabər yanında ancaq kənarda qalanlar. Burada bura 6-dırsa, burada nədir? Və hətta bu şifayı da görə bilərdin ki, bunun ikisi 2'dir, bunun ikisi 8, arada nə qədər qalır? 6 qalır, buradan tapa bilərdin. İndi orta xətt nə qədər olur? 8. Şudur. Orta xətt tapanı nə edirik? O sözcüklər O sözcüklər topu 2'ye böldük da. Yəni P'ye bərabərdir. Balaca oturacaq 6, böyük oturacaq 10. Böl 2, o da bərabərdir 8. Yəni. Nədən? Nədən istifadə edelim? Kanı orta nöqtə tapanda istifadə edir. Hə, K lazım olmalıdır. Hə. Deməli, bu şəkildə işləyirik. Belə. Həbçi, sağlamı. Sağ olun.